Yaxşı oğlum, ged oyuncaqlarla oyna, biraz oynayarıq. Yaxşı, get, yaxşı. Yığışdır da buna, hər dəfə ayağımın altında qalır. Yemək hazırdır. İndi gəlmisən də, indi qızdırıb gətirirəm. Bir dəfə də mən gələndə vaxtında qoy yeməyi qabağıma. Nədir bu? Dedim bəsdir də, yer ged o tərəfə də. İşim var mənim, get. Yer ged oyuncaqlarla oyna. Biz səninlə eyləmişik axı. Uşaq oynamaq istəyir də, darıxır sənin üçün. Mən də neynəsəm sənin xoşuna gəlmir, əsəbləşirsən. Onun sadəcə sevgiyə ehtiyacı var. Mən belə bacarmıram. Dur. Git oğlum, git. Git hayatım. Hardasan? Görüşə bilərik. Dayım o satan pul olsa bugün belə olardı. O savadsız müdür məni çağırdı otağına, itin sözünü dedi. Mən də işimi itirməyim deyə heç nə demədim. Gəldi məsələn yazıq günahsız yoldaşıma, o uşağa tökdüm. Bir söz deyəcəm, yəni səhv başa düşmə. Mən bu yerlərə dayda hesabına gəlməmişəm. Yadındadır universitet vaxtlarında sənə dedim, gəl çalışaq, təcrübə alaq. Amma sən nə deyirdin? Deyirdin, atam anam pul göndərir, dolanıram. Deyirdim, gəl kursa yazılaq, özümüzü inkişaf elətdirək. Sən bəhanələr gətirirdin. Bugün hayatınızda verdiğiniz kararların, gələcəkdə sevdiklərinizin həyatına da təsir edəcəyini unutmayın.